Hal-hazırda mənimlə qarşı-qarşıya əyləşən mentorum müəllim Bahar İbadovadır. Bahar müəllimə övladlarınızı ən əsas bir şəxsiyyət kimi formalaşmağına, əsl bir şəxsiyyət kimi böyüməyinə, özünü tanımağına kömək edəcək bir müəllimdir və eyni zamanda övladlarınızı 6 fənn rəsm dərsləri, eyni zamanda bir sahə üzrə müdürlük akademiyası dərsləri ilə təmin edəcək ki, deyim və siz əgər bütün bunların hamısının bir insanda cəmləşməsini istəyirsinizsə 077 724 12 95 nömrəsindən zəng edərək Bahar xanıma müraciət edirsiniz. Reklam arasında biz burada çox maraqlı nüanslara toxurduq. Bahar müəllimə, bir sualım qalıb, onun lap sona yaxın deyəcəm. Amma ondan öncə istəyirəm ki, reklam arasında biz toxunduğumuz mövzulardan biri var ki, çox gözəl bir yanaşmanız var ki, hal-hazırda danışdıq biz uşaqların formalaşmasından, şanslarından, valideynlərindən və əsrimizin deyək ki, böyük bir problemi olan telefonlar. Bəzi valideynlərimiz övladlardan sadəcə qadağa eləmək kimi telefonu edirlər ki, qadağa qoyum, uşağı uzaqlaşdırım telefondan. Amma sizin maraqlı bir yanaşmanız var ki, mən əminəm ki, çox valideyn bundan özünə dərs götürəcək. İstəyirəm ki, bunu siz özünüz açıqlayasınız. Buyurun. Bu valideynlərin çoxunun problemidir. Amma ona görə də valideynlər bir uşaqla telefonun münasibəti necə qurmağı öyrənməlidir. Telefondan necə uşağı uzaqlaşdırmağı yox. Çünki bu mümkün deyil. Sən onu uzaqlaşdıra bilməyəcəksən. Məsələn, mən uşaqlarımın hamısına, bax, sizə gəlməmişdən qabaq, uşaqlarımın dərsi var. O dərsdə dedim, 6-cı sinifin ürəklə bağlı dərsləridir, damarla bağlı dərsləridir. Bəlkə mən o uşağı TikTok'dan, YouTube'dan bəlkə 20 dənə dərs göndərdim. Uşaq bunu vizual öyrəndi. Deməli, birincisi bizim dərsimizin, bilimimizin vizual görüntüsü üçün, məsələn, 2-ci sinifin atomun quruluşuydu. Bunda 3D formatında atomun içindəki o səviyyədə elektronlar necə yerləşir, onu uşaq orada göstərdim. Yəni, uşaq bilir ki, telefona niyə girmək lazımdır. Bunu da bütün dərslərə aid o qədər bu bölümləri qoyuram ki, uşaq oradan başına açıb başqa yerə gedə bilmir. Yalnız və yalnız mən onu göndərdiklərimlə məşğul olur. Bir də ki, yenə də dedim, bayaq dediyim kimi, oğul atanın qoludur. Ana da ona bir örnək olmalıdır. Uşağın nə eləmək istədiyini istəyirsən, sonra elə. Sən uşağa deyirsən ki, aşağı kitab oxu. Sən uşağa kitab oxu deməməlisən. Sən əlin alıb kitab oxumalısan. Uşaq da görməlidir ki, ata-ana bir kitab oxuyur. Moduna baxıb kitab oxumalıdır. Çünki uşaq dərsə bugün niyə girmir? Evə qonaq gəlibdir. Deyirəm, ay valideyn, sənin uşağın gedib üstə imtahan verəndə sən deyəcəksən ki, mənim evimə qonaq gəlmişdi. Deyir, yox. Deyirəm ki, sən uşağın dərsini onunla bərabər oxu. Elə valideynlərin var ki, uşaqla bərabər dərslərimə girir. Deyirəm, onda uşaq görəcək ki, sən o dərsə nə qədər maraq göstərirsən, o da onunla bərabər maraq göstərəcək. Bayaq birinci elmi sevdirmək lazım. Ona görə də valideyn telefondan istifadənin uşağa özü örnək olmalıdır ki, uşaq da ona baxsın. Gözünüz görməlidir ki, ata burada filosofaya baxır, ana burada bilgilərə baxır, digər elmi bilgilərə baxır, uşaq da ona baxacaq. Uşağa o telefondan üstün bir bilgi təklif eləməlisən. Yəni ki, sən onunla münasibətini elə qurub, onun gələcəyindəki təsirini onun gözündə o səviyyədə qaldırmalısan ki, uşaq bugün zamanının çox hissəsini telefona istifadə eləməkdən özünü arxaya çəkməlidir. Aşağı oxu demək nə deyil ki? Ya da telefondan istifadə elədiyi zaman bilgi öyrənmək üçün istifadə eləməli. Çünki gözəl bir fikir söylədiniz ki, telefon yüksəkliyə də doğru qaldıra bilər. Telefon uşağı ayağından tutub uçurmada apara bilər. Pillədir, pillə qalxırsan zirvəyə. Ya da boğazındakı kəndirdir, səni indirir o bataqlığa doğru. Ya sən yolunu bil. Bizə hər bir adam telefonda istifadə eləməmişdən qabaq, axşam olanda bir özünə hesabat verməlidir. Mən bugün telefonda nəyə baxdım? Nə öyrəndim? Əgər sənin telefonda baxdığın sənin yadından çıxırsa, deməli sən elə cəllatsan, zamanını öldürürsən, öz zamanını öldürürsən, özünü doğru cəllatsan. Ümumiyyətlə söz düşmüşkən Bahar xanım, 6 fəndən danışırıq və 6 fənn üzrə indi rəsm dərslərinə də keçəcəyik. Bu 6 fənləri istəyirəm ki, biri açıqlayaq. Bizə ola bilər ki, ilk dəfə qoşulan dinləyicilərimiz olar ki, onların da bir məlumatları olsun ki, biz Bahar xanıma hansı fənlərdə müraciət edə bilərik? Mənim əsas öyrətdiyim fənlər təbiətdir. Çünki 4 dənə fənnin başlanğıcını oradan götürür. Fizika, kimya, bir dənə tarixdən başqa üçünü də oradan götürür. Sonra ümumi dünya tarixidir, ən sevdiyim fənlərdəndir. Biologiyadır, coğrafiyadır, fizikadır, kimyadır. 5 dənə fəndir. Daha yaxşı olar ki, bu uşaqları mənə 6-cı sinifdən versilər. Həm uşaqda onun xarakterini özümünkiləşdirirəm. Həm də ki, biliyib bünövrədən qoyuram. Bugün onu yuxarı sinifdən uşaqlar gəlirlər. Baxıram ki, həqiqətən də uşaqların bünövrəsi yoxdur. Bir dərs 3 dəfə keçirəm, qayıdıram, arxaya bir də gəlirəm. Vicdanım qəbul elə verir. Məsələn, həftədə 3 gün keçə biləcəyim dərsi 7 gün keçirəm. Bahar xanım, bünövrəsi yoxdur dedi, nəyi nəzərdə tutur? Yəni, əzbərçi olublarmı bu uşaqların ümumiyyətlə bazasında? Əzbərçi də olmayıblar, uzaq durublar fəndən.